Ata keç bu yana, cəmaət mənə baxır. Axşamınız xeyir olsun. Kino mətbəxində xoş gördük sizi. Xalam qızıdır, rayondan gəlib ki, sənə istəyirəm canlı baxım, şirin danışırsan. Yalana şirini eləməz. Ben yaxşı bilirəm ki, rayonda dalımcan danışırsan. Hə, xahiş edirəm, oturun, qəşəh-qəşəh baxın. Hansı kinodan danışacağım, dəli olasınız. Öz asobunu kişilər ekrana yaxın əyləşsin. Çünki burada hoqqa var. Hansı kino? Malena. Malena. Malena nə Malena? Nə Natasha, nə Yelena. Hamısı boş şeydir. Malena elə bil ki, suda üzən balena. Malena zalım qızı elə yeriyir, elə yeriyir. Elə bil ki, Qarabağ atıdır və elə dimdik yeriyir. Yanvar bilmir, fevral bilmir. Bax. Danışılası deyil. Qışın günündə bütün qəsəbən İtalyan kişilərini töküb çölə. Zalım qızı elə yeriyir, elə bir səngərdə uzanmışsan, üstüvə tank gəlir. Bax, eğlənçinə ha. Bu rolü oynayan Monika yoxdumaz. Canı yanmasın. Həm yerişinə, həm gülüşünə, həm öpüşünə, həm qırışına, həm büzüşünə. Daha bütün qəsəbənin kişiləri hayır-mayil olublar. Halley-valley olublar, halley-valley. Özü həyat yoldaşının müharibədədir. Bildin də o şey kimi. Ha, həyatdan götürülür də bu kinolar. Əri müharibədə nemesləri vurub bir-birinə, arvad da qəsəbədə kişiləri vurub bir-birinə. Aləm qarışıb. Kişilər də gözün çəkəmirlər də bundan. Köpək qızı elə bir maqnitdir. Kişilər bir yanı, balaca qədərlər şımının dalıca. Özü Yeysabet sürə-sürə. Gəlib dayanırlar. Bu Malena gəlib yanlarından keçir. Sonra yenə Yeysabet sürə-sürə təzdən keçirlər başqa yerdə otururlar ki, bunlar gəlib keçməyini görəcəklər də. Elə bir dənə bomba düşüb ha qəsəbiyə. Bax o təhəri. Nəysə, evində qaz yandırmaq üçün aspişqa yandırmayan, yekə bığı burma kişilər Malena ağzına sigaret qoyan kimi hərəsi cibindən bir dənə zajqalkan çıxardır. O deyir, məndən yandır, bu deyir, məndən yandır. Bu Malena da canı yanmasın. Gözüm belə süzdürə birtəhər nətər yandırırsa, kişiləri eləcənə, qurucana yandırıb tökür, üstüləri təpəsindən çıxır. Yandırır da bunları. Mən baxanda arvad xeylağı, mən yanıb tökürəm onun gözəlliyindən. Gözəllik başa bəladır, ona baxanda bildim. Ürəyində deyir ki, hələm bu harasıdır? Az gör sizin başınıza nə oyun açacam. Qəsəbənin arvadları da bir gün yığılır bir yerə ki, başa düşmədi. Bu nədir? Ərlərimizi meymuna döndərib. Arvadlar əl qatırlar özlərinə. Biri deyir ki, ərim gecə sayaqlayır ki, ay Malena ölsün. Biri də deyir ki, az ömründə başına daraq vurmayan ərim, jele vurmayan ərim, indi saçına şirin çay vurur ki, saçı dimdik qalsın. Biri deyir ki, üzünə lezva vurmayan ərim, indi gündə 2 dəfə üzünü protiv qırxır. Tüy də belə bitir. Karoçi, yığışırlar bir yerə, bu Malena'nı it balası kimi çırpırlar. Ağzını, burnunu mının qanadırlar. Paltarını cırırlar. Malena soruşur ki, bəs gedin, ərinizdən yapışın da, mənə niyə döyürsünüz? Bu arada da ağcaqanad da məndə sitar qoymadı. Sitar qoymadı. Yallah, ətim şirindir deyən, hara gedirəm elə ditdili gəlir məni tapıram. Nəysə, kinoya qaydaq.
Malina'nın yanına. Harda qalmışdı? Hə, Malina'nın it balası kimi çırpırlar. Arvadlar da deyir ki, az nənəmin sözü Malina hardan eşidib? Deyir ki, düyə göz eləməsə cöngə gəlməz. Hə, düyə qızı deyib, düyə çıxarırlar bunu meydana ki, hamıya dərs olsun. Belə. Malina kinosunda da vəziyyət, hal qəziyyə belədir ki, Malina kəndin başına oyun açır, kənd də Malina'nın başına oyun açır. Amma mən kənddən canımı yaxşı qurtarmışam. Bəli. Çünki vaxtında Qüdrət məni qaçırtmasaydı, həmin hadisə mənlə yaşanacaqdı. O kinonu Azərbaycanda elə mənim haqqımda çəkəcəkdilər. Belə pis də çıxmasın, özünü övməkdə olmasın. Kəndin gözüydüm də ana. Elə kəndimizin Monikası mən idim vallahi. Yadımda deyil. Görsən, sən də təsdiq. Xalam qızı təsdiqləyir. O boyda kəndin yarı yaraşıqlı, başı şirin çaylı, şalvarı ütülü, üstü dıxılı oğlanları qala-qala eşək elə bil vurdu, palçığa saldı məni. Bəli. Getdim, bir də ayıldım ki, Qüdrət məni qamarlayıb. Bəli. Qismət deyək, keçək də, qismət. Mən o vaxtda kənddə yeriyəndə, mağazinlərdə bir dənə adam qalmırdı. Hamı çıxırdı çölə ki, nədir, məhəbbət gəldi mağazinə. Mənim toyum olan günü, yadımda da sən Allahım, sən can yadın, yalandan başını belə bilirləməyi. Kəndim bütün oğlanları mənim toyum günü yaz saxladı. Gözlərinə bildir yaş tökdülər vallahi. Sözüm ondadır ki, xaricin Monikası olanda, yəni ki, bizim də pistə çıxmasın Monikamız var. Yəni ki, biz heç kimdən də geri qalmırıq. Bəli, niyə qalaq ki, nəyimizi əksikdir ki, qaş bizdə, göz bizdə. Bəli, mən bu dəqiqə o Monikaya fora verərəm. Prosto özüm istəmirəm. Lazımdır, nəyimə lazımdır. Mən Malina deyiləm ki. Amma bir dənə mənim Monika ilə fərqim bilirsiniz nədir? Deyəcəm. Mən məhəbbətəm, o Monika. Elə bir ki, mən sintezatoram, o ionika. Canım yanmasın, sözlər var da, deyir də, məhəbbət deyir də. Uşaqlıqdan beləydim, yadımda. Bax belə, nəysə. Vəssalam, qutardıq. Söhbətimiz, kinomuz belə. Malina kinosunu da bugün mən belə xoşbəxt elədim. Öpürəm. Gedirəm. Ay, xəbərlər. Görsən, bu da sən mənə xəbər, xeyrin. Deyən görüm, yeyib çipsən, gəl qavlarını yu. Gedim, xəbərlər başladı. Aba 600 manat maaş alır. Yeməyi məndən yaxşıdır. Yeməyi, içməyi yaxşı. Ad gününə gedir, konsertə gedir, gözü bələtməklə, toya gedir, xeyrə şərə yarayır. Bu nədir çatdırır mən bilmirəm. 2 aydır baş sındırıram, tapamıram. Amma nəyisə düz eləyir də. Amma nəyi? Nə vaxt olar verərsən. Dala pul atmışam. Hələ ehtiyacım yoxdur. Məni görəndə heç vaxt üzünü çevirib getmə. Yaxın qonşuya etibar eləmək lazımdır. 600 manatla dala pul atmaq, lapaq elədiyi. Ən yaxın qonşuya etibar eləmək lazımdır. Tapdım. Ay qonşu, deyəsən təzə işə düzəlmisən, hə? Yox az, yəqin maaşını artırıblar. Artıq ən yaxın qonşuya etibar eləyirəm. Qeybətçilər. Oba, ən yaxın qonşunuza etibar edin. As, sən git, çay zadı qoyda, siney var.
Sən harasın? Baxdın xəbərlərə, sən başın çıxacaq. Gəl danışacağım, çay zad qoy. Yeməyin altında qızdır, açmışam. Deyin görək. Hə, başladı. Hər vaxtınız xeyir olsun. Xəbərlər efirdədir. ABŞ prezidenti Donald Trump Fransa lideri Macronun həyat yoldaşının onun üzünə şillə vurmasına münasibət bildirib. O Macrona və həyat yoldaşı Bricdə ictimai yerlərdə hər şeyi həll etməkdən çəkinməyi tövsiyə edib. Nə baş verdiyini bilmirəm, amma sizə qapını bağlı saxlamağı məsləhət görürəm. Ağ Evin rəhbəri bildirib. Boy, dünyanın gözü belə bir şey görməmişdi, bunu da gördü. Başqa nə qaldı? Ay, bu şillə nəinki Macronu, bildiyim bütün dünyanı silkələdi. Bıy, məni qınayan. Hamının evində söz söhbət olur da, amma Trump demişkən, qapı arxasında da, qapının arasında. Bıy, məni qınayan. Şokdayam. Görəm, Macron özü şokdan ayılıbmı? Samalyotda. İki daş arasında nə baş verdi ki, Macron arvadı gözləmədi ki, geyib evə çıxsınlar. Şilləni ilə samalyotdaca şart yapışdırdı. Amma yapışdırdı. Tutuzdur deyə hiss olunur ki, çox şapalaqlar tutuzdurub. Birdən-birə vurulan şapalaq dövdü. Allah bilir neçə yüzüncü idi. Bu Macron neynədi? Jennifer Lopez'i mi like elədi? Jennifer Lopez'i kim like eləməz ki? Buna bax. Paşinyanla yazışmalarını mı gördü? Allah bilir bir-birlərinə nə videolar atıblar. Kiraya tutduğu evimi bildi. Niyə də olmasın? Onlar da hələ tutmayıbsa günahdır. Nə oldu da? Bax, nə oldu? Arvadda da az yox deyə, arvad deməyə adamın dili də gəlmir. Gec adamın qabağına çıx, adamın dili qattalanar. Adam biləm. Deyə biz razı olduqda az özün qoydun azı. Az get birin ye, beşin Allah yolunda. Nəzir niyaz payla ki, qoca nə qədər azsa. O boyda prezident ərin var. Şadlığına şiddi eləmək budur da. Sən ərin ola bilər, amma adam Fransanın prezidentidir. Adam da prezidentə şillə vurar. Ayıb deyil. Samalyotdayıb, hamının qabağında, ictimai yerdə ərinə şillə atan arvad, gör evdə ərinə nələr atır, şıllaqda atar, hələ bir şəpitdə atar, rajokda atar, külqabı da atar, hələ evdən bayrağı da atar. Digət. Nə biləm, valla, hörləndi mi? Bu Macron dəhşətdir. Görürsən ki, gün verir, işıq vermir, çıx get atanın evinə də. Nə var oturmuşsan bundan? Nə tapılmaz tikədir o? Bir məni qınayan. Bəlkəm də qəsdən eləyirlər. Macron görür ki, gündəmdən düşür. O dəqiqə nəsə fikirləşirlər də. Nə bilim, siyasətdən başaşmaq olmur. Heç mən də başaşamıram. Yerişi görürsünüz. Yerişi. Stoykanı görürsünüz. Oturuşa bax. Niyə? Çünki obadan gəlmişəm. Çantam doludur. İçində nə istəyirsən var. Yemək, içmək, yağ, bal, qatıq, qaymaq. Nə ürəyin istəyirsən obada var. Obada varsa demək məhəbbətin evində də var. Soydusu da doludur. Özə ləbələm. Hamı deyir, o ləbələm sözün yaman deyirsən. Az deyirəm, deyərəm də oba sağ olsun. Qənaətli qiymətlər, keyfiyyətli məhsullar. Hara gedirəm, gedim obadan yoxdur da. Oba məni düşünür. Nəinki məni, qonşuları düşünür. Deyir, eviniz, eşiniz şen olsun, ruziniz, bərəkətiniz bol olsun sayəsində. Qənaətli alırıq,
artırırıq. Sonra gedirik ayna, bayna, ora-bura gedəndə də girik təzən ayna oyundan alırıq, aparırıq. Oba sağ olsun. Çox sağ olsun, təşəkkürlər oba. Qənaətin məkanı oba. Ay sinir var. Ay sən bir stəkan çayın nə oldu? Kənddə hamısı strepit idi. Bura gələndə əl təmiz, ayaq təmiz. Bir dənə çayın olacağı nə idi? Mən də hambalamı qavağında işləyirəm. At çay, xəbərlərə baxıram, çay. Qızmadı mı? Xodun çox elə də. Bir damcı qoyanda qızmaz da. Çay gətirənə qədər mənim bəxtim belədir də. Mən bəxtim bedim. Mənə çatan olur xəstə hal. Mən oluram qul, bunlar olurlar şah. Mənə çatan mənim bəxtim. O gündə həyətdə arvad mənə biri, məhəbbət çox gileylənir səni. Sən şükür elə. Dedim, ay bacı, şükür elə mən eləyirəm də. O qədər şükür eləmişəm ki, Allah Taala elə bilir ki, məndə hər şey yaxşıdır. Dedim, biraz da şikayətlərim. Neyse, bunun çay gələn oxşamır. De. Mini futbol üzrə yığma komandamız dünya çempionu olub. Nə gözəl. Təbrik eləyirəm. Çox sevindim. Biz minidə əlayıq da. Hər şeyin minisi. Az olsun. Vallahi az olsun. 11 nəfər çox deyil, 5 nəfər. Görürsən, az olanda biz hər şeyi bacarırıq. Biz niyə görəsə mini xoşlayırıq da. Stadionuna baxıram, bütün yerlər doludur. Heç böyük futbola bu qədər adam getmirdi. Niyə? Çünki minidir. Mini görən kimi bütün kişilər axşır ora. Amma yenə də futbolçulara halaldır. Vallahi halaldır. Az gətir, çayı qoy. Allah evincisin, qolunun tükünə bax. Get dana lazerə. Bari gedəmirsən, heç olmasa bunun başqa yöntəmləri var da, lezva ilə. Sinir var. Sənə sözüm yoxdur. Bu nə də hamam suyunu gətiribsə, səhərdən çay açır. Mənə gələn, vallahi hamısı elə bir tənbəlləşir. Lazım deyil. Yaramır da. Mənə yaramır. Mən oturam, mənə qulluq eləyərlər. Qaqa, bir dənə deyəm. Elə yadıma düşdü, qoy deyim. Qüdrət cavanlığından danışır. Deyir, gəldim şəhərə. Belə gedib gəlirəm deyə kirayədə qalıram, işləyirmişdən yazıq qul bazarında. Qabil deyir ki, bir dənə belə modna qızla tanış olub. Bu da yaraşıqlıydı axı. Qızların bundan xoşu gəlirmiş. Şəhəri Qaratskoy qızıymış. Nəsə, Qüdrət bundan görüşürmüş. Mənə qədər olan şeydir, məndən qavaq olubdur. Qayıdıb ki, qız deyib ki, səhər görüşüblər. Bu indi qızdan soruşub ki, səhər yemək yeyib gəlibsən, ac qarnına döysən ki. Qız deyib, yo, yemişəm. Deyib, nə yeyibsən? Qız deyib ki, heç nə elə peçinye ilə kakao. Bəs sən nə yedin? Bir yazıq anası ölmüş, qayıdıb deyib ki, mən də heç nə, şor əhbə o. Deyib. Rusiyanın Primorsk diyarında özəl klinikanın 8 həkimi uşaqları xarici satmaqla təqsirli bilinir. 2 il ərzində onlar ən azı 13 uşağı başqa ölkələrə satıblar. Onlar bundan 53 milyon rubl, təxminən 1 milyon 167 min manat gəlir əldə ediblər. Yəni, başa düşməm, deyəm. 13 uşağı 1 milyon 167 min manata satıblar. 1 milyon 167 min nə olalım? Mən 13 Deməli, bir uşağın qiyməti 89 min manata düşür. Niyə? Uşaq belə bahadır ki, bizim kənddə bir uşağı istehsal edib ortalığa çıxartmaq üçün maksimum 5 min pul xərcləyərlər. Ortalıqda da nə var ondan yeyəcək də,
pendirdir, təndir çörəkdir, şirin çaydır, kartoşkadır, soğandır. Mən özüm qət çörəklə böyümüş qızam. Aha. Yiyəcək, yatacaq, duracaq. 9 aydan sonra uşaq hazırdır. Bunu bizim kətdəkilər bilsə, bildiyin uşaq səxi açarlar. Dincəlməzlər. İlin bu başında bir doğarlar, o başında da bir doğarlar. Vallahi da. Dəhşət. İlə 2 dənə bala vur 89.000 manata. Gör nə qədər eləyir. Nə vallahi. Amma güc düşür onu doğana da. Özə yaman düşür. 20 dəfə o dünyaya gedir, gəlir. Yazıq ha. Yazıq. Bundan sonra Rusiyaya üzərlik otu aparanlar həbs olunacaqlar. Vəkilin sözlərinə görə Rus dilində qarmala adlanan üzərlik otunun tərkibində narkotik maddə olan karinin və karmalinin mövcudluğu bu otun Rusiya ərazisinə gətirilməsi cinayət məsuliyyəti ilə nəticələndirilir. Elə şey olur. Təzə çıxdı bu da. Ay Süneyva. Üzəri yandırmışdı. Gidin onu söndür. Cinayətli gəlib tutacaqlar bizi. Deyəcəklər ki, bu nədir yandırırsınız, iyinirsiniz. Get söndür, istəmirəm. Bir şey taparıq da, sən elə gözündəyim. Bu günə qədər üzəriyə yandırmışıq, iynəmişik, yandırmışıq da. Belə çıxır ki, biz nəyisə düz iynəməmişik. Bu göz dəyməsin zat, bu da boş şeydir. Özdə qarmala üzəri nə vaxtdan qarmala oldu? Qarmala başqa şeydir. Nə gördün qarmala getsin. Az buna bax, sən demirəm, hara qarmalayırsan? Buyumun da gərək gözümdən o yana qoymayayım, qabiliyyətsiz. Rusiya özündən nə hoqqa çıxardır. Nə bilim, valla. Bunu da harama yedim, heç bilmirəm məni. Az qüdrət gəldi, git yeməyin altın qızdı. Ya qızım, yandırıb eləyərsə, ağzım qızışdı.